Yəni, insan məsciddən sağ çıxacağına əmin olmamalı. Çünki ölüm qəfildən gəlir. Ölümün saatını da, vaxtını da yalnız tək olan, şəriki olmayan Allah Teala bilir. Əgər sən Ramazana yetişdinsə, sənin Ramazana yetişməyin nə deməkdir? Həqiqətən bu nimətdir. Allah Teala'nın sənə, bizə bəxş elədiyi əzəmətli bir nimətdir. İnsanın Ramazana yetişməsi şükrü vacib edən, şükrü tələb edən bir nimət sayılır. Yəni, insanın Ramazan ayına yetişməsi, oruc ayına yetişməsi, qiyam ayına yetişməsi, səxavət və ihsan ayına yetişməsi, hansı ki bu ayda xeyir qapıları açılır və günah qapıları, münkər qapıları bağlanır. Allah Teala rəhmət qapılarını salih bəndələrindən istədiyi üçün açır. Həqiqətən bu nimətdir. Yəni, sənin Ramazan ayına yetişməyin necə də böyük bir nimətdir. İnsandan dili ilə həmd etməyi tələb edir. Bu əzəmətli aya çatdığına görə, yetişdiyinə görə və həmçinin əzaları ilə də, bədən üzvləri ilə də şükrü tələb edir. Yəni, biz bu əzalarımızla necə şükr etməli? Müvəffəq bəndə o kimsədir ki, Allah Teala'nın xeyir istədiyi bəndə bütün ibadətlərini Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyəsi üzərində qurur. Yəni, Allah Teala'nın xeyir istədiyi müvəffəq bəndə o kimsədir ki, bütün ibadətlərini Allah Resulü sallallahu aleyhi və səlləmin tövsiyəsi üzərində bina edir və bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gələrək tövsiyə istəyir və ona deyir ki, İdə qumtə ilə salatikə fəsalli salətə müvəddi'in. Namaza qalxdığın zaman vidalaşanın namazını qıl. Yəni, elə düşün ki, bu sənin son namazındır, artıq dünya ilə vidalaşırsan. Yəni, elm əhli buyurur ki, bu hədisə əsasən vidalaşanın namazını qıl. Yəni, bu xeyir istəyən insan üçün hər bir xeyirdə bir qaydadır. Bu nicat, qurtuluş qaydasıdır. Qurtuluş istəyən üçün.